Orta segmentin sevilən modeli Galaxy A37. Yenilənmiş əsas kamera, IP68 sudan və tozdan tam qorunma, 6 il sistem yenilənmə təminatı, Exynos 1480 və süni intellekt imkanları. Bəs yeni smartfonda nələr dəyişib? Almağa dəyərmi? Gəlin 5 başlıqda nəzər salaq. Dizayn tərəfində Samsung A seriyasının dəstək xəttini yenə də qoruyub saxlayıbdı. Artıq bu görünümə Samsungun rekviziti də demək olar. Ötənki A36 ilə müqayisədə dəyişən detal tapmaq çətindir. Smartfonu əlinə alan demək olar ki, fərqi hiss eləməz. Əsas məqam isə məhz bu il A37-nin tam IP68 su və toz qoruma sertifikatı ilə gəlməsidir. Bu onu ötənki modeldən fərqləndirən əsas detaldır. 6.7 düymlük Super AMOLED 120 Hz maksimum təsvir yenilənmə tezliyinə sahib olan ekran da dəyişməyibdir. Qoruma tərəfində Victus Plus şüşəsi 1900 nitə qədər qalxan maksimum parlaqlıq olduğu kimi saxlanılan ekran çərçivələri. Doğrudur, bu göstəricilər dəyişməsə də ekran qiymət segmenti üçün hələ də çox yaxşıdır, amma kaş biraz da çərçivələri incələrdi. 5000 mAh-lıq böyük batareya həcmi də saxlanılıbdır. Eyni ilə A36 kimi 45 W'lıq naqilli sürətli enerji yığmanı dəstəkləyir. Düzdür, bir tərəfdən deyə bilərik ki, dəyişiklik yoxdur, digər tərəfdən isə batareya həcmi hələ də gündəlik istifadə üçün kifayət eləyir. Əsas dəyişim məhz işin texniki tərəfindədir. Ötən ilki A36-da gələn Snapdragon 6 Gen 3 indi Exynos 1480 ilə əvəzlənibdir. Hansı ki, biz bu CPU-nu hələ 2 il əvvəl Galaxy A55-də görmüşdük. Samsung tərəfi deyir ki, bu əvəz etməklə cihaz CPU tərəfində 12, qrafik tərəfdə 19% yaxşılaşma əldə edibdir. Amma səmimi olsaq, adi istifadəçi gündəlik istifadədə bunu bir o qədər də hiss eləməyə bilər. Əsas yaxşı xəbər mənə görə RAM-ların bu il DDR5X-ə keçid eləməsidir. İndi onlar daha sürətlidir və multitaskingdə bu aydın hiss oluna bilər. Qutusundan Android 16 ilə çıxması, 6 illik sistem yenilənmə təminatı sözü isə aydındır ki, Galaxy A37-nin başını uca eləyən əsas komponentdir. Bu ilki dəyişimlərdən biri də məhz ana kameradadır. Doğrudur, o da ötən ilki A36 kimi 50 megapiksel və f1.8 diafragmaya sahibdir. Amma matris hissasının böyüməsi və görüntünü əmələ gətirən pikselin 1 mikron ölçüyə qaldırılması daha yaxşı fotolarını emalına gətirib çıxarır. Üstəlik 4K 30 və 1080p 60 kadr saniyə sürət kimi video göstəriciləri bu segment üçün olduqca yaxşı rəqəmlərdir. Selfie kamerası rəng, parlaqlıq və dəri tonları baxımından Samsungun üslubunu davam elətdirir. Çox təbii yox, amma sosial şəbəkələr üçün xoş görünən nəticələr verir. Burada əsas yaxşı tərəf 4K 30 kadr saniyə sürət video dəstəyinin olmasıdır. Modelin Azərbaycanda rəsmi satış qiyməti isə 256 GB-lıq daxili yaddaş versiyasında nağd alış zamanı 970 manatdır. İndi isə siz deyin, bu qiymətə Galaxy A37 alınarmı?